Onlar hansı olur? Gel, gel sen. Her çık gel, oraya rahat gel. Gördüğünüz bu cavan oğlanın adı Səfərdir. O, ilk baxışda çox sakit və təmkinli təsir bağışlayır. Amma onunla hansısa bir mövzuda söhbət etmək çox çətindir. Bəlkə də buna səbəb həbsxana həyatı yaşamasıdır. Kim bilir? Dörd divar arasında qapalı qalmaq, dəmir barmaqlıqlardan o tərəfdə səsi gələn azad həyatın xiffəti çox sıxır onu. Amma o özü də yaxşı anlayır ki, çəkdiyi əziyyətlərin səbəbkarı özüdür. Səfər azad həyatda işıq idarəsində işıqçı işləyib. Vəzifə işi olaraq kimlərinsə evinin sönən işığını yandırıb. Ancaq buraxdığı səhv onu öz əlləri ilə öz evinin işığını söndürməyə vadar edib. Səfər narkotika qəbul edicisi kimi həbs olunub. 6 il azadlıqdan məhrum edilib. Bu yanlış yola düşməyi ilə bağlı Səfər heç nə danışmaq istəmədi. O bizimlə sadəcə müxtəlif mövzularda öz düşüncələrindən, sürdüyü məhbus həyatının yaşantılarından danışdı. Birinci növbədə tutaq özü öz qayğısını ümidlə qalmalıdır öz qayğısına. Ümid bağlamalıdır. Azadlığı fikirləşməlidir. Əlbəttə ki, azadlığı fikirləşən yaşamaq istəyir. Ancaq kiminsə azadlığını düşünmək, bu misilsizdir. Vətənpərvərlikdir bu. Gələn həftə suddayım. Göz, rəis sözüdür. Bir il, bir ay. Kalın. Məhkum həyatı Səfərə hər şey haqqında daha dərindən düşünməyə fürsət yaradıb deyəsən. Hətta o qədər dərin vadar edib ki, xiffətində olduğu azadlıqla vətəni müqayisə edir. Hər bir kəs vətənə müştaqdır. Azadlıq hələ bir şeydir ki, bilirsən, biz bunu balacalıqdan bilməliydik. Körpə vaxtlarımızdan, uşaq, gənc vaxtlarımızdan. Biz o vaxtı post-məkan dövründə o qədər yetişməmişik. Ancaq 30 yaşına çatanda, gənc vaxtlar 30 yaşına kimidir. 35-40, o vaxtlara baxırsan da, görürsən ki, bizi gör nə qədər alladıblar da. Mən əvvəl elə fikirləşmirdim, haradasa fikirləşirdim ki, məsələn, xilas olmaq üçün hər bir insan çətin günü ola bilər, çətinliyə düşə bilər. Əl uzatmaq lazımdır. Ancaq indi elə deyil. Gərək insan öz həyatında mübarizə aparmalıdır. Heç kimdən kömək istəməməlidir. Hərdən fikirləşir, Allah, mən deyirdim ki, neynəmişəm görəsən, Allah mənə cəzalandırır. Yox, Allah öz bəndəsini, yəni zindanla həyatı boyu yaratdığı insanı zindanla bu dünyada, fani dünyada heç vaxt cəzalandırmaz. Heç sınağa da çəkməz. Sınağa yalnız o bilsən kimləri çəkər?
ona daha yaxın insanları, möminləri, nəbiləri. Bizi sadəcə talehin ümidinə buraxıb ki, yaşa, görək kim kimdir. Əvvəldə dediyimiz kimi, Səfər narkotikaya necə qoşulması haqqında qətiyyən heç nə demək istəmir. Amma reallıq budur ki, o da çoxları kimi öz nəfsinin qurbanı olub. Qadağalar insanı çox zaman uçurma sürükləyir. Yalnız ağlına güvənən insan qadağalara qarşı gedir. Bu həqiqəti Səfər də anlayır. Həmişə qadağan olunmuş insanın daha maraqlı gelir. Razısan bu fikirlə? Bilirsən, balacalıqdan uşağa deyinən ki, ona əl dəymə, buna əl dəymə, ona toxunma, buna toxunma. O toxunacaq. İnşallah məhkəmə olacaq, gələcək tezliklə. Bu məqamda Səfərlə razılaşmaya bilmir. Çünki ziyanlı olacağını anladığı qadağaya qarşı öz nəfsinə hakim ola bilmir. Nəticədə isə o həm sağlamlığını itirir, həm də azadlığını. Bu həqiqəti hər gün biraz da daha artıq hiss edən Səfər özünə qapananda bir özü bilir ki, nələr düşür. Hərdən fikirləşirəm ki, görəsən, mən bu işlə məşğul olmuşam, satmışam, ya görəsən bu nətər oldu. Heç indi də inanmıram özümə ki, bu niyə iminli belə oldu, başqa cür nə olmadı. Kənd sakini olmuşam. İşıq idarəsində 5-ci dərəcəli ehtiramantyor işləmişəm. Kənd hansı kənd idi? Xızı rayon Stalçay kəndi. Səfər evlisən, subaysan? Evliyəm. Balacalar var? Necə? Balacalar var ya. Var, balacalar var. Məktəbə gedirlər yoxsa? Gedirlər, məktəbə gedirlər. Əlaqə saxlayıram onlarla telefon. Deyirlər də, yəni gəlib gedirlər yanına. Bəli, gəlib gedirlər əlbəttə ki. O biraz indi tez-tez gəlirdi, sonra görsən, qardaşım xəstədir mənim. Maştağada yatır, vannisada. Atam da əlillik, paraliz keçirtib ürəyin. Anam da xəstədir. Gəlib tez-tez gedirdilər, indi görürsən biraz hardasa. Heç özüm də istəmirəm. Tez-tez gəlib geçsinlər, sonra darıxıram. Sığırçın çöldə nə işlə məşğul olacaqsın? Elektrik işləri ilə. Yenə
cəmaatın evinə işıq çəkəcəksən. Sənətim odur da, başqa nə eləməliyəm ki? Sən öz işığı rahat yandıra biləcəksən. Öz işimi Öz işığı. niyə yandırmıram ki? Mən onsuz da daha özüm üçün yaşamıram ki. Uşaqlar üçün yaşayıram. Bu isti peçin yanında özün seçimsən yeri ki, məsələn qışda isti olsun. Yox, bu mənim biraz xəstəliyimlə də, bu xəstəliyimlə bayır müraciət eləmişəm müəssisə rəhbərliyinə, o da göstəriş verib bura gələndə qapının ağzında idim. Sonra xəstəliyimə görə həm hepatit C, həm bu vərəmə qarşı müalicə olunmuşam. Biraz ona görə mənə bu yeri göstəriş verdi ki, müvəqqəti sağlam çıxım da, azad. Sağalmısan yoxsa müalicə alırsan? Bəli, müalicə alıram da, indi sağalmışam, sağlamam. Səfəri biz rezonansın açıq qapı buraxışından tanıyırıq. Onun dediyi bu sözlər bütün məhkumların ən müqəddəs arzusudur. Mən istəyirəm ki, mən balalarımın yanına qayıdım. Onları böyütmək istəyirəm, xeyirdə şəhərdə oturmaq istəyirəm, yaşamaq istəyirəm. Sənin o çıxışından sonra zonda münasibət necə oldu? Qarşı düşmədin o sözünə görə? Yox, xeyr, qarşı düşmədim. Mən artıq söz demədim. Mən istəyirdim, indi də istəyirəm ki, məsəl üçün mənə azadlıq qismət olsun. Çıxım azadlığa, cəmiyyətə qovuşum, ailəmə qovuşum. Həyatımızın hər səhifəsi bizim öz əllərimizlə rənglənir. Əlimizdəki qələm hissələrimizi yazır. Fikir bitməmiş cümləmizə nöqtə qoymağa tələsməyək. Yoxsa sonumuz vaxtından əvvəl bitmiş olar. Bir məsəl var, mən bir kitabda oxudum, deyir, 3 dənə deyir, damcı göydən yerə gələnəcən, o anda onların söhbətləri olur. Biri birinə deyir ki, gəl gedək Xəzər dənizinə. İkinci damcı deyir ki, yox, gəl gedək çaya. Gəzək elə obanı, yenə də Xəzərə gedib töküləcəyik. O qısa damcı da deyir ki, yox, gəl gedək bulağa. Bulaqda qızlar gəlib sənə su götürəndə bizə baş əyəcəklər. Hələ o söhbətləri elə görürsən ki, damcının içi də gəlir düşür yerə. Söhbət onunla bağlanır.